Nifrete çevrildi bakışlarınız, kanlı sekilerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayreti taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksün. Aziz şehit aileleri, hörmətli aziz izləyiciləri, hər birimizə iştirak edənlər, şəhərimizin qonaqları. Bugün hər birimizə məlum olduğu kimi şəhid Fuad Bağırovun anım günüdür və biz bu məqsədlə burada toplanmışıq. Eyni zamanda hər zaman olduğu kimi məqsədimiz, amalımız, niyyətimiz birdir. Şəhidimizin xatirəsini dərin ehtiram və hörmətlə yad etmək, ruhunun şad olmasını diləmək, ailəsinin yanında olmaq, onlara təsəlli olmaq az da olsa və bu istiqamətdə burada iştirak edən hər kəsə ilk növbədə öz təşəkkürümüzü bildiririk. Fuad Bağırov həm də Vətən müharibəsi iştirakçısıdır və Cənab Prezident tərəfindən müxtəlif medallarla təltif olunub, göstərdiyi igidlik və şücaətlərə görə. Ümumilikdə şəhidlərimiz hər birimizin qürur yeridir, qürur mənbəyimizdir. Onların ailələrinə hər zaman minnətdarıq. Belə qəhrəman oğullar böyütdükləri üçün. Onların ailələrinə Allahdan səbir diləyirik. Və bizim Azərbaycan xalqının başına bütün dünyada
rica edən şəhidlərimizin qarşısında hörmət və ehtiramımız əbədidir. Onlar ölmədilər, əksinə ölümsüzləşdilər. Onlar əbədi yaşardılar. Və bizim din xadimlərimiz də hər zaman təsdiqləyir ki, Allah dərgahında ən yüksək, ən uca zirvədədirlər. Azərbaycan xalqı öz əzmi, şücaəti, igid oğulları ilə hər zaman seçilmişdir. Biz bunun nümunəsini bəlkə 1988-ci ildən meydanda başlayan hərəkətlərdən gördük. Azərbaycan hər bir bölgəsində Milli Azadlıq Hərəkatına qoşulmaqla torpaqlarımızın müstəqilliyi uğrunda toplanan cəsur Azərbaycanlıların timsalında eyni zamanda buna qarşı SSR-nin həyata keçirdiyi o mənfurcasına hücumda şəhid olan şəhidlərimizin timsalında biz gördük Azərbaycan xalqının cürətini, mərdliyini, igidliyini. Eyni zamanda 1-ci Qarabağ müharibəsində gördük. Düzdür, həmin müharibə vaxtı Azərbaycanda hərc-mərclik idi, vətəndaş müharibəsi idi. Amma hər bir müharibə iştirakçısı, hər bir şəhidimiz öz xarakterindən, öz qəhrəmanlıq ruhundan irəli gələrək torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə böyük şücaətlə iştirak edirdilər. Bunun nəticəsi idi ki, onlar torpaqlarımızın müdafiəsində iştirak etdilər. Bəlkə də bu olmasaydı onların fədakarlığı və dayandığımız bu yerlər də işğal altında olurdu. Amma torpaqlarımız müdafiə olundu, atəşkəs imzalandı və 30 il ərzində təxminən aparılan ordu quruculuğu Ulu Öndər Heydər Əliyev tərəfindən, sonra onunla ilgili davranışı cənab prezident Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan ordu quruculuğu, peşəkar hərbi kadrların yetişdirilməsi, dünya təcrübəsinin Azərbaycana gətirilməsi, hansı ki Fuad Bağırov da həmin zabitlərimizdən biri idi, peşəkar hərbiçi idi və Vətən müharibəsində də öz biliklərini sərf edərək, öz əzmini, şücaətini göstərərək torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Və Fuadın eyni zamanda onun silah yoldaşlarının sayəsində qazandığımız bu qələbə bütün Azərbaycan ordusunun, Azərbaycan xalqının gücünü, qüdrətini dünyaya göstərdi. Təbii ki, Cənab Ali Baş Komandanın rəhbərliyi altında bir dəmir yumruq kimi birləşərək bütün Azərbaycan xalqı, təkcə ön cəbhədə deyil, eyni zamanda arxa cəbhədə də hər kəs əlindən gələni etdi. Hər kəs əli çatan qədərindən, ümid etən qədərindən ön cəbhədə olan əskər zabitlərimizə dəstək oldu, yaralılarımıza dəstək oldu. Elə hadici Şirvan xəstəxanasında nə qədər mülki insanlar var idi ki, hər kəs imkanı çatdığı qədər bir kömək etməyə çalışırdı bizim yaralılarımıza. Amma Allah dövlətimizi qorusun, Ali Baş Komandanımızı qorusun. Hər cür imkan, hər cür şərait var idi onların sağaldılması, reabilitasiyası üçün. Ordumuzda hər cür imkan var idi, torpaqlarımızın işğaldan azad olunması üçün. Maddi texniki bazamız, silah-sursatımız yüksək səviyyədə idi. Amma Cənab Prezidentin özünün də qeyd etdiyi kimi, bu qələbəni əldə edən əsasən əsgər zabitlərimizdir. Onların əzmi, şücaəti hesabına idi. Sonraki dövrlərdə Azərbaycanın suverenliyi bərpa olundu antiterror tədbirlərində və Allah'a şükür ki, hər birimiz və şanslıyıq həm də. Bütöv Azərbaycanda, suveren Azərbaycanda yaşayırıq və biz buna görə bütün şəhidlərimizə minnətdarıq. Onların ailələrinə minnətdarıq. Belə qəhrəman oğullar böyütdükləri üçün. Çünki bu tərbiyə, bu qəhrəmanlıq nümunəsi ilk növbədə ailədən gəlir. Daha sonra onların təhsil müəssisələrində aldığı tərbiyədir və Ali Baş Komandanın özünün də qeyd elədiyi kimi, onun hakimiyyəti dövründə, hansı ki bu çıxış 2020-ci ilin sonunda idi, səhv etmirəmsə. Son 17 il ərzində onun rəhbərliyi altında tərbiyə olunan gənclər idi. Və bugün də hər birimiz onların qarşısında, onların ailələrin qarşısında baş əyirik, öz minnətdarlığımızı bildiririk. Bütün Azərbaycan xalqına, gələcək nəsillərə bir örnək oldular, bir nümunə oldular. Bu mənada ki, biz əvvəllər deyə gəlmişəm,
şəhər icra hakimiyyəti başçısı İlqar müəllimin də hər birinizə salam, dualarını çatdırırıq, baş sağlığını çatdırırıq sizlərə. Bilirsiniz, hər zaman şəhidlərimizin doğum və anım günlərini diqqətdə saxlayıb, hər zaman onların doğum və anım günlərində iştirak edib, xatirə tədbirlərində, eyni zamanda ailələrini ziyarət edib, xəstəxanalarda və yaxud da evlərində və s. digər müalicə alan vaxtlarında. Və onun həmişə qeyd elədiyi bir məqam var idi. Biz əvvəllər Mixaylovun, Azərbaycan xalq qəhrəmanları dastanlarından, Koroğlunun, Babəkin filmlərinə baxıb nümunə götürürdüksə, bizim bu müharibələrdə keşməkeşli yollar keçdi, hansı ki, Azərbaycan xalqı, yüzlərlə qəhrəmanlarımız, minlərlə qəhrəmanlarımız üzə çıxdı. Artıq biz onlardan nümunə götürürük, biz bu şəhidlərdən nümunə götürürük. Bizim məktəblərimizdə şəhidlərimizin adına sinif otaqları açılır. Şəhidlərimiz barədə daha doğrusu dərslər keçilir və orada oxuyan şagirdlər, orada təhsil alan uşaqlar onların həyat yolundan, döyüş yolundan bir nümunə götürürlər. Gələcək nəsillər də hər zaman bilməyi özləri üçün götürəcəklər. Eyni zamanda bütün Azərbaycan xalqı hər zaman şəhidlərimizə minnətdar olacaq. Qarabağa, onun ətrafında o bölgələrə olan, ayaq basan, orada dünyaya gələn hər bir körpə, hər bir uşaq, hər zaman, hər bir insan onlara öz minnətdarlığını bildirir. Hər zaman ailələrinə minnətdarlığını bildirir. Çünki Azərbaycanın gələcəyi məhz şəhidlərimizin, müharibə iştirakçılarımızın sayəsində quruldu. Gələcəyi yeni bir parlaq səhifə ilə başladı. Bütöv Azərbaycanda, suyuran Azərbaycanda firavan, sülh şəraitində yaşayır bütün uşaqlar, bütün insanlar. Bu torpaqlarda təhsil alacaqlar. Bu torpaqlara bir böyük qayıdış proqramı həyata keçirilir. Şəxsən Ali Baş Komandanın nəzarəti altında son 5 ildə, keçən il bir xəbərdə oxudum, Cənab Ali Baş Komandan 500-dən çox səfər edib həmin torpaqlara. Bu onun xüsusi diqqətinin nəticəsidir. Çünki uzun illər ərzində vətən həsrəti ilə, yurd itkisi ilə yaşayan 1 milyondan çox məcburi köçkün və qaçqınlarımız var. Artıq onlar hissə-hissə, hətta rəsmi məlumata görə 2026-cı ilin sonuna qədər 140-160 min arası insan orada köçüb, yəni insanın köçü tamamlanacaq. Və demək istədiyim odur ki, oranın havasını alan, elə bütün Azərbaycanda yaşayan Azərbaycanlılarımız daxil olmalı, xüsusən də oranın havasını alan, suyunu içən, orada təhsil alan hər bir kəs hər zaman şəhidlərimizin ruhlarının şad olmasını dilir. Hər zaman onlara, ailələrinə minnətdarlığını bilir. Eləcə də bizlər. Allah hər bir ruhunu şad eləsin. Allah bütün hərbçilərimizi qorusun. Həyatın qismətin işidir. Fuad böyük bir döyüş yolu keçdi. Əvvəldən axıra qədər. Vətən müharibəsində iştirak etdi. Medallarla təltif olundu. Amma hərbi xidməti zamanı öz əskərlərini qorumaq üçün, öz əskərlərini xilas edərkən öz canını fəda etdi. Və bu özü də elə şəhidlik zirvəsidir. Böyük bir zirvədir. Allah ruhunu şad etsin. Bu özü böyük bir qəhrəmanlıq nümunəsidir. Allah onun övladlarını qorusun. Elə ailəsini qorusun. İnşallah onlar da böyüyüb valideyni öz atası kimi onun adına layiq qəhrəman olarlar. Amma təbii ki, Allah hər birinə can sağlığı versin. Öz elmləri ilə, öz qəhrəmanlıqları ilə, yəni yaradıcılığı ilə bütün cəmiyyətimizə, dövlətimizə xeyirli uğurlu övladlardan olsunlar inşallah. Bir daha Allah hər birinizə səbir versin. Hərbi xidmətdə olan əskər, zabit, hərbiçilərimizi qorusun. Mən bildiyim qədərindən onun məzun yoldaşları burada iştirak edirlər və sağ olsunlar. Vəkil gətiriblər. Kursant yoldaşları, hərbiçi yoldaşları yəni. Hər birinə çıxış üçün söz verəcəyik. Bizim tədbirdə Adem müəllim iştirak edir. Uzun illər icra hakimiyyətində şəhid ailələri ilə, müharibə iştirakçıları ilə bağlı sahədə fəaliyyət göstərib, şəhərin ictimai-siyasi məsələləri ilə bağlı sahədə şəhər ağsaqqallığı çıxış üçün söz ona vermək istəyir. Bildiyim qədərindən onun oğlu da belə Fuadla birlikdə təhsil alıb, kursant olduğu vaxtlarda. Buyurun Adem müəllim. Çox sağ olun. Fuad haqqında danışmaq sözün həqiqi mənasında mənim üçün ağırdır. Çox ağırdır. Siz Fuad mənim oğlumla bir yerdə oxuyub. Heydər Əliyev adına
Ali Hərbi məktəbdə də bir yerdə oxuyub. Sonra qutarandan sonra məktəbi təlim tədris mərkəzində də bir yerdə oxuyub, xidmət göstərib. Və həyat elə gətirirdi ki, mən müəyyən vaxtlarda dəyməyə gedirdim. Bəs evlad kimi, valideyn kimi evladla dəyməyə gedirdim. Onlar bir yerdə qalırdılar Bakıda. Bir yerdə də oxudular, bir yerdə qalırdılar. TTM-də oxuyan zaman bir yerdə kirayə eləmişdilər. O qədər saf, sağlam, əqidəli, vətənpərvər evlad idi ki var. Bu həmişə seçilirdi ətrafındakilərdən. Və təhsilə də, xüsusilə hərbi ixtisasa da yiyələnməyə də böyük həvəs var idi. Çox ruh yüksəkliyi ilə, həvəslə təhsil alırdı. Və xidmət edəcəyinə də əmin idi. Bilirdi ki, o vətənin ən layiqli evladı olmağa çalışırdı və olacağına da inşallah özündə bir əminlik var idi. Sonra həyat elə gətirdi ki, məktəb qutarandan sonra Fuad səbiləmdə Nasosnaya deyəsən də düşünüb, Nasosnaya təyinat aldı Sumqayıt tərəfə. Və mən oğlum da vaxtı Ağdama, yəni yönəltdilər, Ağdama getdi, xidmət elədi. 190 saylı hərbi hissədə xidmət elədilər. O ixtisasca kəşfiyyatçı idi oğlum. Məncə Fuad da svязist idi. Rabitəçi, svязist, bəli, rabitəçi idi. Və baxmayaraq ki, bir yerdə oxudular, bir yerdə böyüdülər, bir yerdə daim dostluq münasibətləri sərgilədilər, dost oldular. O xidmət dövründə də əlaqə saxlayırdılar. Daim vaxtaşırı bir-birinə əlavə alırdılar, əlaqə saxlayırdılar. Müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparırdılar. O doğrudan da layiqli evlad idi, sözün həqiqi mənasında. Bu böyüdü onun ailədən gələn xüsusiyyətlərdəndir. Mən şəxsən hesab edirəm ki, ailənin verdiyi tərbiyədir, ailənin verdiyi ona əxlaqdır, mənəvi dəyərlərimizin sayəsində o cür vətənpərvər bir gənc kimi formalaşmışıq. Vətənpərvərliyin bir göstəricisi də ondan ibarət ki, o Nasosunda, Sumqayıtda xidmət edən zaman bir gələndə döyüş bölgəsindən bir qədər kənar idi. Misal üçün, o qədər həyatı təhlükəsi yox idi. Qalıb orada da xidmət eləyə bilərdi. Amma Fuad bir vətənpərvər evlad kimi ön cəbhədə xidmət eləməyi üstün tutdu. Xüsusən öz müraciəti ilə onu yenidən ön cəbhəyə göndərdilər. Və ön cəbhədə də mənim aldığım məlumata görə, bildiyim qədər oğlumun verdiyi məlumatlar əsasında Fuad həmişə o xidmət elədiyi hərbi hissədə də daim fərqlənir. Nümunə olub əsgərlərə, digər əsgərlərə. Və bu xidmət dövründə dövlətimiz də onun xidmətlərini müəyyən mənada hərbi hissənin rəhbərliyi də qarşılayırdı, qeyd vuruluyurdu və ona müəyyən bir vətənpərvər kadr kimi münasibət sərgilənirdi. Və doğrudan da ki, burada onun vəfatı prosesi hər kəsdən ağır, mənim üçün də çox ağır gəldi. Böyük bir qəhrəman itirdik, bir el oğlunu itirdik. Eldən gedən oğul oldu. Belə oğul idi Fuad oradan da. Bugün mən Fuadın bu anım günündə bütün şəhid ailələrinə, xüsusilə şəhid analarına, şəhid atalarına, onların ailə üzvlərinə, bu tədbirə qatılan müvafiq rəsmi dövlət qurumlarının, vətəndaşların hər birinə dərin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm ki, Fuadın bugün anım günündə onu bir daha xatırlayırıq, yad edirik. Ona Allah'tan rəhmət diləyirik, ruhu şad olsun deyirik, məkanı cənnət olsun inşallah. Allah Teala belə oğulları onsuz da dövlətimiz də, dinimiz də, şəriətimiz də, cəmiyyətimiz də yüksək dəyərləndirir və onun ruhunu həmişə bundan sonra da yüksək dəyərləndirəcək. Nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var, müstəqil Azərbaycan dövləti var və şəhidlərimiz həmişə yaşayacaq, həmişə onların ruhu uzaq tutulacaq, şəhid ailələrinə, şəhid evladlarına qayğı, diqqət göstəriləcək. Hər bir vətəndaşın bir borcunu, hər bir vətəndaşın bu bir
amalına çevrilib və bundan sonra da inşallah belə olacaq. Çünki şəhidlərimiz məhz bugünkü Azərbaycanın bu gün üçün həyatlarını fəda edirlər. Bu günləri üçün yaşayıblar. Bu gün üçün bizim dövlətimizin siyasi dayaqlarını möhkəmləndirirlər. Və belə vətənpərvər evladların hesabına Azərbaycan özünün ərazi bütövlüyünü təmin edir. İşğal olmuş torpalarını geri qaytardı. Bugün artıq Azərbaycan o vaxtilə bizi işğal edən dövlətlərin özlərinin ərazisini nəzarət etmək səviyyəsinə qədər yüksəliblər. Yüksəkliklər hamısı demək olar ki, Azərbaycan ordusunun nəzarəti altındadır. Mən oğlum da Kəlbəcərdə bu gün xidmət eləyir. O yüksəklikdən 3000 metr yüksəklikdən və arada gələndə qısa da olsa belə çox danışmaq sevən adam deyil ixtisasına görə. Amma arada məlumat edir ki, biz oradan da hər şeyə nəzarət deməli ki, ordumuz nəzarət edir müəyyən məsələlərə. İnşallah, yəni düşmən elə vəziyyətə gətirilib ki, yəni onu bir daha baş qaldırma imkanını mən hesab edirəm ki, nə qədər ki, Azərbaycan ordusu var, Azərbaycan dövləti var, Azərbaycan silahlı qüvvələri bugünkü səviyyədədir və bundan sonra da inkişaf səviyyəsində olacaq. Yəni düşmən bir daha inşallah hesab edirəm ki, cəsarət tapıb özündə Azərbaycan torpaqlarına yəni iddialı ola bilməz və inşallah olmayacaqlar da. Bəs belə qəhrəmanların hesabınadır bu. Buna görə Allah belə qəhrəmanlarımıza, Fuad kimi qəhrəmanlarımıza rəhmət eləsin, ruhu şad olsun. Allah hər kəs burada tədbirə qatılıbsa, onlardan da razı olsun inşallah. Və sonunda bir daha vurgulamaq istəyirəm ki, bizim müəllim qeyd elədi, həyat elə gətirib ki, mənim özüm üçün də çox çətin olub həyat. Baxmayaraq ki, icra strukturunda işləmişəm və taliyimdə elə olur ki, həmin 1-ci Qarabağ müharibəsində o iştirak edənlərin, həlak olənlərin dəfn mərasimlərinin təşkili, həm də 2-ci Vətən müharibəsində də şəhidlərimizin o bütün ağırlıqlarını, yüklərini çəkmək bizim müqəddəs borcumuz olub və bu borcu da biz çalışmışıq ki, inşallah şərəflə yerinə yetirək. Və həyat elə gətirib ki, hətta naməlum əsgərlərimiz olur. Siz tanınmaq dərəcəsində olmayıblar. Və onların mən o vaxt ilə şəkillərini çəkilirdim ki, ha vaxtsa, nə vaxtsa bəlkə lazım olar dəfindən qabaq müəyyən izlər qalsın. Bugün 3 nəfər naməlum əsgər bugün bizim bu şəhidlər şəhidlərimizdə dəfn olunur. Onların tanınma mərasimi içində müəyyən hazırlıqların görülməsində xüsusi xidmət orqanlarının, dövlət təhlükəsizlik və tədbirlərin apardıqları əməliyyatların təşkilində də müəyyən işlərin olub, onların sahiblərinin müəyyənləşdirilməsi, valideynlərin müəyyənləşdirilməsi yəni həyat heç də icra hakimiyyətində işləməyimizə baxmayaraq, mən şəxsən mənim üçün heç də ağır olmayıb. Bu gün də ağır deyil. Bu gün də mən hər an narahatam. Valideyn kimi, əsgər kimi, atası kimi. Siz baxmayaraq ki, ixtisasları belə bu cür məsuliyyətli ixtisasdır, amma narahatçılıq öz yerindədir. Və bir epizod da qeyd edeyim. Bilirsiniz, həyat elə gətirirdi ki, şəhid xəbərləri gəlirdi, sarsınırdım. Doğrudan çox sarsınırdım. Bir də görür ki, Allah rəhmət eləsin, Elmirəm müəllimə o işin təşkili üçün çağırırdı məni, şöbəm bir kimi. Adəm müəllim şəhidimiz var. Bu ifadə o qədər ağır gəlirdi mənə. Elə bilirdim ki, deyə bilmir bu bizim şəhid. Və handan-hana deyirdi ki, misal üçün, bir qədər də o şəhid ailəsini sakitləşdirmək üçün onlara görüşlər keçirdi. Mərasimin təşkilinə hazırlayırdı, psixoloji, mənəvi cəhətdən hazırlayırdı. Çox ağır günlər idi və şükürlər olsun ki, o illər geri qalıb, yerdə qalıb inşallah. Və bizim bax, belə qəhrəmanlarımıza ondan sonra da xatirəsini əziz tutmaq, onları təbliğ eləmək, gənc nəsli onlar ruhunda yetişdirmək hər birimizin borcu olmalıdır. Allah rəhmət eləsin Fuad qardaşına. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlərinə başsağlıq edirəm hər birinə. Allah səbir versin. Allah inşallah bizim qəhrəmanları həmişə bundan sonra da cəmiyyətimizdə
uzada qalmasına imkan şərait yaratsın. Allah rəhmət eləsin. Sağ olun. Allah kömək olsun. Yine Azərbaycan Partiyasına amin vermişdir. Çok sağ olun müəllim. Mən də hər birinizi yenə Azərbaycan Partiyası adına salamlayıram. Fuad qardaşımızın timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa, onların yaxınlarına Allahdan səbir diləyirəm. Biz hər zaman şəhidlərin anım günlərində, doğum günlərində qürur hissi ilə, sevinç hissi ilə iştirak edirik. Ona görə ki, onlar bizə başda Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz və ordumuz bizə bu sevinci yaşatdılar. Torpaqlarımızı azad etdik, şükürlər olsun ki, onların qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Fuad qardaşımız kimi vətənpərvər, öz canından, qanından xalqımız üçün, torpağımız üçün keçmiş bir oğul böyüdən hər bir ananın, hər bir şəhid ananın, anasının, hər bir şəhid valideynin qarşısında baş əyirəm. Sağ Allah olun. rəhmət. Səbəbəli və Ərbində çağır bizi dövlət xidmətinin Şivan şöbəsində iştirak edirlər. Buyurun canım. Ben de Səfərbərli və Hürmət Sarkı dövlətindəki baş şəhidlərə Fuad qardaşımıza və onun üçün sonra tüm şəhidlərimizə rəhmət ediyorum. Allah ruhlarını şad eləsin. Yaxınlarını, ailələrini səbir. Sağ olun. Həmişə bir ağsaqqal kimi Rəhim müəllimimiz kim bildirir. Buyurun. Şəhid atası kimi sizə Çok söz sağ verin. olsun. Ben de şehit atalarım, şehit analarım salamlayıram. Gelen qonaqlarımızı salamlayıram ki, sağ olsunlar, bizi tək qoymurlar. Həmişə bizim yanımızdadılar. Allah onlardan da razı olsun. Allah Fuad qardaşımıza və timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Allah bizi qardaş, anamız səbir edir, səbriniz çox olsun. Allah başınızı uzu eləsin, necə ki uzu elədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Çox sağ olun. Çox sağ olun. Allah sizə can sağlığı versin. Başqa çıxış etmək istəyən varsa buyursun. Kursant yoldaşlarımla Geçin qabağa abi. Gel. Amca. Hoş geldiniz. Ben de öz adımdan, burada iştirak eden zabit yoldaşlarımızın adından ve özürlü səbəbdə xidmətdə olan zabit yoldaşlarımızın adından hər bir kəs salamlayıraq. Başta şəhid anaları valideynlik olmaqla hər bir kəsin Yaxınlarına, doğmalarına səbir edirik. Bizim üçün qürur verici anım gündür. Biz fəxr edirik xalqla. Bir yerdə oxumuşuq, fırsat vaxtından tanıyırıq. Onun vətənpərvərliyi üçün bir yerdə hamımız, digər yoldaşlar da hamımız bir yerdə oxumuşuq, bir söylədik, oxumuşuq. Xidmətinə də bələdi, intizamı ilə, öz komandirlik qabiliyyəti ilə, şəxsiyyətdə vətənpərvərlik hissinin aşılanmasında çox böyük xidmətləri oldu. Hansı şəraitdə şəhid olub bilirik, çətin vəziyyətdə Kəlbəcərin dağlarında. Əksər burada xidmətdə olan yoldaşlarımız hamısı həmin xidməti bilir, hansı şəraitdə Morovdağın istiqamətində çox qürur vericidir, həmçində çətindir. Allah rəhmət eləsin. Biz fəxr edirik bu adına və digər şəhidlərimizə Allah hamısına rəhmət eləsin. Yaxınlarına da olmalarına Allah səbir versin. Sağ olun. Sağ olun. Başqa söz olan yoxdursa, Allah dövlətimizi, millətimizi qorusun, ordumuzu qorusun, Ali Baş Komandanımızı qorusun. İnşallah Adəm müəllimin sözünə görə bundan sonraki şəhid məzarları məhz itkin şəhidlərimiz üçün olsun. Onları tapılmaq lazımdır. Bir daha hər birinizə öz təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə ruhlarını şad eləsin. Amin. Bütün şəhid ailələrinə səbir versin. Amin. Sözü Hacı Yazır. Allahümme salli ala Muhammedin ve oğlu Muhammed. Allahümme kuruhu ve kuruhu mehemen kaniyete ve Allah. Ve ila ruhil mahkume bil fat. Bismillahirrahmanirrahim. Sırat-ı Sırat-ı Aleyh. Bismillahirrahmanirrahim. Amin. Allah rahmet Sağ olun. Mənəmizə sadiq qalaraq digər şəhidlərimizi də ziyarət edib, sonda bir partiya veriləcək. Allah rəhmət eləsin. Evet.